Gəlin belə bir misala baxaq. A plus B plus C üstü 8 binomunun açılışındakı hədlərin sayını tapmaq lazımdır. Necə eləyək? Gəlin ümumi şəkildə baxaq. A plus B plus C üstü N bu binoma. Bunun hansısa həddi bax bu şəkildədir. Deməli, N faktorial bölünsün. Tutaq ki, P faktorial, N faktorial, K faktorial. Bu PMK da nədir? ABC-nin qüvvətidir. Məsələn, A-ya P yazalım. A-nın üstü P, B-nin üstü M, C-nin üstü K. Bax, ümumi həddimiz bax bu şəkildədir. Bu ümumi həddimizdir. Bundan əlavə nə ödənməlidir? PMK, PMK mənfi olmayan tam ədəddir. Mənfi olmayandır və PMK daxildir, Z-dir. Və P, M, K cəmi həmişə N eləməlidir. İndi gəlin baxaq misalımıza. İndi bizdə N-in əvəzində neçədir? 8-dir. Deməli, olacaq P üstə gəlinsin M, üstə gəlinsin K. Bu edəcək 8. Necə tapalım? Bu tənliyin həllini necə eləyək? Sayını necə tapalım? Bizə həllərin sayı lazımdır. 8 elə bil 8 dənə vahiddən ibarətdir. Gəlin 8 dənə vahidi yazalım. 8 dənə vahid. 7, 8. Bu 8 vahidi biz 3 hissəyə bölməliyik. 3 hissəyə də bölmək üçün bizə 2 çubuq lazımdır. Tutaq ki, həmin 2 çubuğun bir dənəsini bu hissəyə qoyalım və yaxud da ki, bir dənəsini də bu hissəyə qoyalım. Onda nə alınacaq? P elə bil ki, olacaq 2, N olacaq 3, K olacaq 3. Və yaxud da ki, fərqi yoxdur, dəyişə bilirik. Buna bir dəfə 3 baxa bilirik, buna 2 baxa bilirik, buna 3 baxa bilirik və yaxud dəyişəcək də yeri. Bəs bütün halların sayı onda neçə olacaq? Bütün halların sayını tapmaq üçün bizdə neçə elementdir? 10 elementdir. 8 dənə vahiddir, 2 dənə də çubuqdur. 10 element. 10 elementin yerin dəyişməsinin sayını tapmaq üçün olacaq 10 faktorial. İntihası bizdə 8-i eyni elementdir, 2-si eyni elementdir. Onda böləcək 8 faktorial, 2 faktorial hasilində. Bunu hesablayalım. 9, 10. Bu da neçə olacaq? 90 bölünsün 2. Bu da neçədir? 45. Deməli, bu binomun açılışında neçə hədd olacaq? 45 dənə hədd. Sağ olun.